Son zamanlar pensiyaların artacağı ilə bağlı ictimaiyyət arasında bir sıra fikirlər dolaşır. Məsələ ilə bağlı deputat Vüqar Bayramov Milli Məclisin bugünkü iclasında gələn il pensiyalara ayrılacaq vəsaitin 10% artacağını bildirib. Deputatın sözlərinə görə bu artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək. İlkin gözləntilərə görə gələn ildən orta pensiyanın məbləğinin 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatması proqnozlaşdırılır. Bəs bu artım əhalinin sosial rifahının yaxşılaşdırılmasına necə təsir göstərəcək? Məsələyə aydınlıq gətirmək üçün Real Partiyasının sədri, iqtisadçı, ekspert Natiq Cəfərliyə suallar ünvanladıq. Mən düşünmürəm ki, böyük həcmdə artım olacaq. 7-8% artımdan hələlik söhbət gedir və təqaüdlərin Azərbaycanda həddindən artıq aşağı olduğunu nəzərə alsaq, məsələn 300 manat təqaüd alan üçün bu 20-25 manat əlavə vəsait olacaq və yaxud da 400 manat alan üçün təqribən 30 manat əlavə vəsait olacaq. Artması istənilən halda pozitivdir. Yəni yaxşıdır ki, artır. Amma bu sosial problemlərin həllində ciddi rol oynayacağını söyləmək çətindir. Çünki artım templəri, artım həcmi, ölkədəki inflyasiyanı da götürsək, qiymət artımını da götürsək, belə insanların gözünə görünmür, sadə dillə izah etsək də. Yəni qiymətlər elə sürətlə qalxır ki, artan təqaüdləri inflyasiya obrazı desək yeyib bitirir. Ona görə də mən düşünmürəm ki, çox ciddi təsir olacaq, amma hər bir halda artımın özü pozitivdir. Aybəniz Səfərova, Yusif Sultanoğlu, Azad Abbasov, Şək TV.